Bizim yanımızda eyni zamanda oturub Gülü nənə. Gülü nənə, siz nə vaxtdan yamşaq taxırsınız? Və sizin üçün ümumiyyətlə yamşaq nə bildirir? Mən 17 yaşımda gəlmişəm, evlənmişik. Elə gələn gündən yamşaq taxmışam mən də. Nişanlı olanda taxmırdınız, onda demirdilər? Yox, nişanlı olanda taxmırdıq. Mən nişanlı olananı taxmışam. Ondan sonra elə toy olub gələn gündən yamşaq almışam. Mən daha doğrusu axıra qədər almamışam, bir 17 il zad belə almışam. Sonra yamşaq atmışam mən. Amma daha doğrusu yaşlı adamlar, elə mən yaşlı adamlar çox vaxtı yamşaq alıblar. Bəlkə bu vaxta qədər alanlar da var gənə. Yəni yamşaq bizdə belə idi ki, bayaq Niyar nənə demişkən, güya ki yamşaq almayan nəsə bir başqa cür baxırdılar, yaşlı adamlar, yaşlı nəsillər. Yamşaq alanı, yəni belə bir ağırlı, həyalı bir insan sayırdılar. Yəni ki, onun üzünün ağırlı hayası yaxşıdır, çoxdur, nə bilim belə elə. Tərbiyəlidir, namusludur. Yox, namus deyilən şey oraya qarışmırdı, yox, indi yəni. Yəni ki, belə. Yəni, əsasən hörmət mənasında, hə. Qaynənəmiz, qaynatamız, yəni qonu, qonşu, qohumlar, kim olur olsun, yaşlı adamlardan hamımız yamşaq alırdıq, yamşanırdıq. Yamşağımız belə düşəndə də orada hirslənirdilər məsələ ki, niyə yamşağı niyə salıb, niyə düşüb yamşaq? Həmin o kişilər deyirdi, qadınlar deyirdi ki, yamşağı niyə yoxdur? Elə qadınlar da, kişilər də deyirdi ki, niyə yamşaq almır, niyə salırsan yamşağını? Yəni o qədər vəziş eləmişdi ki, yamşaq alanın hamısı. Elə bütün günü adam olsa da, olmasa da elə yamşaq ağzında. Yamşaq ağzında. Elə sizə belə çox isti olmurdu. Məsəl üçün deyək ki, yayda da taxırdınız. Olurdu, niyə olmur? Elə pişə də qalırdıq isti. Bana görə valla. Bu saatki dövr yaxşıdır. Düzdür, o dövrün öz yaxşılığı var idi. Yaşlılar üçün o dövrün öz yaxşılığı var idi. Bu dövrdə də indi yaxşı baxmırlar da nəsə indi belə, hə. Məsələn, siz özünüzdə necə baxırsınız? Deyək ki, qızlar qolaçıq gəzir. Yaxşı, mən yaxşı baxıram. Onsuz da mən o dövrdə heç yaxşı baxmırdım. Amma siz o vaxtda da xoşunuza gəlmirdi? Yox, heç o vaxtdan da xoşuma gəlmirdi. Başqa kəndlər varmı ki, orada məsəl üçün yamşaq qalır? Yox, başqa kəndlərdə aşağılarda yoxdur. Bax, bizdə bu yana Kəpənəşidə var. O da cavanlarda yox, yaşlı adamlarda var. Əsasən yaşlılardadır. Amma yəni mən yaşlılarda da var, belə yaşlılarda da var. Adətən sizin yaşda olan qadınlar hardasa toplanırsınız qonşularda, ya əsasən yaşlılar, ya məclisdə və s. Və onda da çoxlu adamlar olur, sizin ətrafınızda qadınlar. Qadınlar qadınlardan da yamşaq alır. Məsələn, sizin yanınıza gəlir yaşlı qadın olursa. Böyüklərdən alırlar, böyüklərdən alırlar. Yəni deyirəm, yamşağı o qədər priviçka eləyib, vərdiş eləyiblər ki, tabii bu yamşaq burada, öz-özünə elə burada qalır. Yəni yamşağı salmırlar. Bizə görə yaxşıdır cavanlara görə. O vaxt gözümüz açıq elə görmüşük. İndi bu vaxt gibi olsa bəlkə biz də almayacaq. Əlbəttə ki, bax, məsələ qolu açıq, buraya qədər gərək. Yayın istisində buraya qədər ki, heç kəs buradan da geyinmək mümkün deyildi. Qolu uzun geyinirdik, ayağı açıq geyinmirdik, gəzmirdik. Belə nə bilim, o zamana mən yaxşı zamana deyildi. İndiki zamana yaxşıdır. İndi məsəl üçün nə vaxt ki, qızlar evlənir və ya elçiliyə gedirlər, üzünün yanında həmişə bir şarf olur, çit olur. Ay sağ ol, həmin bu oradan gəlmədi də bu mədəniyyət. Ay sağ ol, deyəcəkdim, elə birinci il ondan başlayacaqdım ki, elə qız köçən günü üzünə şarf salırdılar da heç kimi görmürdü. Tək elə bir ayağımızın altını görürdük ki, yerməyə. Qıraqdan gələn qızlar hasta. Ona görə, qaçaqla da yol tarım. Ona görə ta gəlib. Onda məclisdə oturmaq yox idi. Elə gərdək tuturdular, gərdəyin arxasında otururduq. Gərdəyin arxasında da elə şarfı açırdılar və səlam ondan sonra şarf üzümüzü örtmürdülər. Elə gələn günü gərdək qarırdılar. Qırmızı gərdək yikən qabağına tuturdular ki, gəri qaynatanız adını, boyunu görməsin. Qaynatası çıxandan sonra gərdəyin dalına çıxıb yığışdırırdı. Gələndə gənə gedirdik gərdəyin dalına görürdük. Qaynata gəlin üzə çıx deməsə, gəlin üzə çıxmırdı. Qaynata icazə verirdi ki, yəni üzə çıxa bilərsən, onda çıxırdıq. Məsəl üçün, bax, sizin baxaraq ki, buralar çox səfalıdır, dağlar. İndi bəlkə indi cavan gəlin idinizdə, yoldaşınızla əl-ələ tutub dağa qalxmaq istəyirdiniz, bulaqdan su gətirmək istəyirdiniz. Mən qalxırdım.
Mən özüm vaxtda deyim, mən qalxırdım. Yoldaşımız da bizi kim paravar görərdi ki bir yerdə. Yoldaşınızdır da, sizin halal ərinizdir. O heç atanın ananın yanında onlar heç yaxın gələrdim ki, bu da kimsə də yox. Onlar ayrı şey yerdə. Bax, o zaman zakonu yaxşı deyil, indi yaxşı. Heç gəlin ya bəy o yoldaşımız atanın ananın yanında eləyirdi. Atanın yanında, böyüklərin yanında uşağını dindirmirdi. Uşağını qucağına almırdı, çağırmırdı. Yəni güya ki bununla mərifət, hörmət qazanırdı da, indi belə çıxırdı. Amma ki kimsə eləyirdi, güya ki o böyüklərə mərifətsiz, hörmətsizlik eləyirdi. Bu mənada deyirdilər ki, hə. Bir həftə heç eşiyə çıxmazdı ki, nə atası görsün, nə anası görsün, nə qıraqlar görsün, da gizlənirdilər belə. Toy olan oğlanlar. Təzə şey eləyəndə heç gəlinləri gərdən dalına qoydular, oğlanlar da gizlənə qaçırdı orada, bu da görməsinlər. İndi maşallah əlindən tutur oynayırlar. Siz nətər baxırsınız, ona xoşunuza gəlir o? Məsəl ki, yaxşı, keşke bizim vaxtımızda deyil olaydı. Yaxşı. Bizi kim görür? Yox. Doğrudan indiki zamana yaxşıdır. Keçmiş zamana işdir. Qırmızı şarkı salırdılar ki, gəlinin özünə. Mən də başında yox idi ki, harava ilə köçürdüm. Valla, o vaxt başında. Yox, uzaq idim. Haravada nə qədər gəlirdiniz? Uzaqdan da elə ətirirdilər, yaxından da bax bir, bu qonşudan bu qonşuya köçəndə arabaya mindirirdilər. Elə arabiz, o öküz deyirik də. Öküzün yağı orada qalırdı, hayvanın dalında qalırdı. Ondan sonra yağı çatardınız. Hə, onu yenə arabi ilə aparırdılar ki, yəni ki, nə bilim, indi zakon idi, ədətimiz idi. Ezimizi zaddaş eləyirdilər. Hamısını haravaya. Gəvələri salırdılar, gəlini də oturdurdular. İçində Fayton. örtülü bilmir, gəlin yuxarı gedir, aşağı gedir.